Niyə görə bu qədər ətlərin içərisində dəvə ətinin xüsusiləşdirilməsi var? Bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində hər hansı bir izah, hər hansı bir bəyan gəlməmişdir. Rasulullah sallallahu əleyhi və səlləm bunu bizə bəyan etməyib. Lakin alimlər bu barədə yəni hikmət nədir deyə fikir ortaya yürüdürlər ki, burada hikmət nədir? Yəni bir neçə rəy var. Onlardan birincisi odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm az öncə dediyimiz hədisə görə dəvə şeytandandır. Dəvə nədir? Şeytandandır hədisinə görə ki, şeytanı da qovan səbəblərdən biri nədir? İnsanın dəstəmaz almasıdır. Dəvənin yaradılışının şeytandan olduğunu Peyğəmbər sallallahu əleyhi və səlləm bəyan edibdir. Bu səbəblərdən, daha doğrusu hikmətlərdən biridir. İkinci hikmətlərdən odur ki, dəvə çox qəzəbli heyvandır. Və biz də bir başqa hədislərdə, ki, Əbu Davudda gələn hədis var ki, Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz qəzəblənərsə nə etsin? Dəstəmaz alsın. Qəzəbi soyudan səbəblərdən biri nədir? Dəstəmaz almaq. Və bugünkü günü müasir tibb də bunu sübut edir ki, insanın yediyi məhsulların insanın xarakterinə təsiri var. Ona görə məsələn, bugünkü gün tibb də sübut edir ki, məsələn, necə ki, həm o yediyi məhsullar səbəbinin necə ki, xəstəliklərin keçməsi mümkündür, eyni zamanda ona əxlaqi keyfiyyətlərin də keçməsi mümkün olur. Ona görə məsələn, donuz ətinin haram olması barədə bugünkü insanlara, yəni tibb də bunu sübut edir ki, donuz əti niyə görə haramdır? Çünki donuzda qeyrətsiz bir heyvandır. Qeyrətsiz bir insanda qeyrətsizlik yaradacaq bir səbəb var. Ona görə də dinimiz səbəblərdən, hikmətlərdən biri odur. Yəni orada olan xəstəliklər və s. oradan danışmırıq. Dəvə ətində də o qəzəbli heyvanın ətində də o insana keçir. İnsanın xasiyyəti. Ona görə məsələn dəvə otaranlara fikir verirsən, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərdə buyurur, qoyun otaranlar, çobanlar həmişə yumşaq xasiyyətli olur. Amma dəvə otaranlar həmişə qəzəbli, görmüşük, ərəb ölkələrində dəvə otaran insanlar çox qəzəbli, hiddətli, hər şeyə əsəbləşən. Yəni bu ona boşdan deyil, anadan gəlmə xasiyyət deyil. Onun illərlə yoldaşlıq etdiyi dəvələrdən keçən bir şeydir. Onun ətindən, onunla içərisində olmasından keçən bir xasiyyətdir. Və bu Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində keçir. Onların qəzəbli olması. Və Rasulullah qəzəbi də söndürməyi başqa hədislərdə Rasulullah sallallahu əleyhi və səlləm bizə bəyan edib. Qəzəbin söndürmə yollarından biri nədir? Oturan ayağa qalxsan, ayaqdasan, oturursan, Əuzubillahi deyirsən, həmçinin dəstəmaz alırsan. Bunlar qəzəbi söndürən bəzi səbəblərdir hədislərdə keçər. Və alimlər də deyirlər ki, hikmətlərdən də biri odur ki, dəvə əti insanda qəzəb yaradacaq bir səbəb olduğuna görə qəzəbi də söndürən səbəb nədir? Dəstəmaz almaq. Ona görə də şəriətimiz ona dəstəmaz almağı əmr etmişdir. Düzünü Allah bilir.